gəldi. Evdə də məhəllədə qonşular çox adam yox. Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadrat metr olan bir mərtəbəli 4 otaqlı evin dam örtüyünün yanan konstruksiyaları və əşyaları yanıb. Hadisə Qazax şəhərində Bayramov Həmid İsmailoğluna məxsus evdə qeydə alınıb. Qapı bağlıydı, evdə də heç kim olmuyor. Qonşular zəng elədi ki, evin yanır gəl. Gələn gördüm ev yanır. Bütün iş yanır. Allah nə bilim deyirlər qısa qapanmadan işıqdan yanıb. Başqa bir yanacaq yer yoxdur ki, deyəsən ki oradan. Evdə olmamışam, qapıyı bağlayıb getmişəm. Uşaqlarımı yola salıb özüm də çıxmışam. Bəs kim dedi ki, bax belə? Vallahi qonşular pajarını söndürəndən sonra gəlib çıxmışam ki, evim kül olub. Yanğın ötən gün baş verdiyindən ailə gecəni qonşularda qalmalı olub. Cabir Məmmədov, Kamran Əskbar, Ülfət Dağıyev, Səs TV, Qazax.